Sərinkeş çeşidləri başlayır 19 manatdan. Böyle bir şey görürsən, çok güzel. Nə əsasım yoxdur, göstərmək olmur. 20 manatdan, bu əlimdə tutduğum model 20 manatdır. Həm hava tələbatləndirici olaraq, həmçinin də nəmləndirici olaraq istifadə edə bilirsiniz. Bunun topdan qiyməti 12 manata. Tez bir vaxtda hər hansı bir paltarı, köynək ola bilər, şalvar ola bilər, qurutmaqdan ötürü belə bir açdınız. Burada asılmaq üçün yeri var. İçində zamokunu bağlayırsınız və paltarlarınızı quruda bilərsiniz. Ofislər ola bilər, restoran. Fərqli 3 rəngi var. Ağ, sarı. Çeşidlərdə 12 manatdan başlayır sadələri, 16 manata, qiymətə 23 manata, 25 manata burada olan çeşidlər var və burada da başa qoyduğunuz rahat şəkildə stresinizi, baxın belə sərinkeşli var, arxasına soyuq su ilə olan var, buz. Baxın 5 manatdan başlayaraq xırda. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toplantıdan detallı video çəkib hazırlayırıq ki, elektronika sahəsində fəaliyyət göstərir. Həm məişət texnikaları, həm digər xırda və böyük ev əşyaları. Həm mövsümlə bağlı olan elektrikli əşyalar var. Həmçinin xırda məişət əşyalarıdır ki, Lumabella və digər markaların məhsulları var. İnşallah içəri keçib detallı olaraq sizlərə həm qiymətləri ilə, pərakəndə qiymətləri ilə və çeşidlərlə tanış eləyəcəyik ki, həm şablon bildiyimiz ütü, blender və s. kimi çeşidlər, həmçinin də fərqli digər az elektronika mağazasında rastlaşdığınız digər fərqli çeşidlər də var inşallah. Hamısını bir-bir sizlərlə təqdim edib göstərəcəm. Mağaza ünvanı yerləşir Abşeron Ticarət Mərkəzi, Abşeron Mall ərazisi. Korpus 22, mağaza ünvanı 4, Zaxan Electronics. Mağazanın WhatsApp qrupu da var ki, satış edənlər də qoşulub əməkdaşlıq eləyə bilər. Həm mağazalar, həm onlayn satış edənlər, həmçinin sosial şəbəkə ünvanlarından da rahat şəkildə axtarış edib tapıb, oradan da çeşidlərlə bir-bir tanış elarsınız. İndi isə keçib ümumi olaraq sərdə sizlərə bir-bir göstərək və keçmədən öncə də kanala abunə olmağı, video bəyənməyi unutmayın. Ətrafınızda bu məhsulların satış edəni varsa da onlarla da paylaşın ki, onları da tanısın. Gördüyünüz kimi fərqli kənardan elə olan məhsullardan başlayaq və daha sonra keçək içəri. Sərinkeş çeşidlərini görürsünüz ki, fərqli ucuzdan, sadədən başlayaraq həm evdə istifadə etmək üçün, həmçinin də məkanlarda, obyektlərdə, restoranlarda istifadə etmək üçün olan çeşidləri. Sərinkeş çeşidləri başlayır 19 manatdan, üzü yuxarı gördüyünüz kimi fərqli gücünə görə qiymətlər dəyişir. Baxın, burada da hazır qutu formasında, stok formasında var. Həmçinin bu tərəfdə də məişət texnikalarına aid toz soğuranlardır, ət çəkən maşınlardır, blenderdir, ütüdür, termopodlardır, simavarlardır, elektrikli simavarlar və s. Onları da inşallah göstərəcəm. Gördüyünüz kimi buradakı bu aparatı ayaq masaj aparatıdır. Hansı ki mollarda filan var ümumi kreslo formasında. Bu isə ayaqüstü formadadır. Ayaqlar üçün nəzərdə tutulub və 40 qəpikdir. 2 ədəd 20 qəpiklik atıb bizə test eləyə görə necədir. Zəhmət olmasın. Buradan 2 dənə 20 qəpiklik atıb yoxlayaq görək necə. Vibrasiya sən də çıxır. Və gördüyünüz kimi mağazada bütün fərqli çeşidlərdə elektrik əşyaları var. Həm şəxsi istifadə üçün, bir növ işlərinizi asanlaşdırmaq üçün istifadə olunan standart texnikalar, məişət texnikalardır, ütüsüdür, buxarlı ütülərdir, sadə ütülərdir, divarlarda ət çəkəndir, mətbəxlərdə istifadə olunan məişət texnikalarıdır və həmçinin evdə baxın belə sərinkeşlərdir. Nümunə olaraq çeşid çoxdur, masaj aparatlarıdır fərqli. Xırda sərinkeş çeşidləridir. Daha sonra belə lampalar var, elektrikli lampalar. Həmçinin sosial şəbəkələrdə və yaxud da media şirkətləri ola bilər, podkast və s. çəkilişlərində istifadə olunan böyük soft işıqlardır, kimi çeşidlər var. İşıqlardır, LED işıqları, həmçinin belə 5 azin. Bu 5 manatdır. 5 özü su buxarlandırıcısı da var, sərinlik verəndən. Baxın, 5 manatdan başlayaraq xırda əl fanlarıdır ki, bir neçə rejimi var və burada suyu da var ki, su da verir. Burada su işarəsi var, görürsünüz. Bunu basırsınız. Su nə qarır bu? Buxarı verir və sərinlik verir. Hə, buradan bas. Hə, buradan. Bunu bastım, yandı. İndi yananda biraz işləsin görə. Burada işığı yanır.
Onun burada böyük versiyası var. Bunun misal olaraq, bunun elə bil mini versiyasıdır da, düzdür? Baxın belə, bu bunun böyüdür ev üçün. Bu isə onun mini variantıdır. Bunların fərqli-fərqli burada çeşidləri var. Qiymətinə görə, yenə qiymətə görə ölçüləri də dəyişir. 5 manatdan başlayır, 7 manat, daha sonra 14 manat. Gücünə görə yəqin ki, burada fərqli-fərqli çeşidləri var. Həmçinin burada buzlayan növü də var. Bunu qoşursunuz, bura buzluyur, fan verir və daha yenə də sərin hava verir. Üzr istəyirəm. O var ya balaca. Bir də o qoş elə özü səni təzyiqləndirir. Bu. Yaşı salatanı da işləyir. Tamam da işə sal. Bas bırak. Üzünə tutaraq işlər. İşte hələ bas, sürətlə atacaq. Yes. Böyle bir şey görürsən, əl verir. Çox güzel. Nə saçım yoxdur, göstərmək olmur. O üzə, nəfəsini kəsir. Elə qoyanda əli itələyir özü. Fan, buna baba. Sadə tutanda fanın sürəti ilə şey yıxıdır. Özün qoysa yıxıdacaq. Çox sürətlidir, 15 manat. Pərakəndə satış qiyməti, topdan qiyməti isə yəni mağazalar və onlayn satış eləyənlər də əməkdaşlıq eləyə bilər, daha fərqli qiymətlərin olacaq. Burada da yenə fərqli çeşidləri var ki, yay aylarıdır, ən çox tələbatda olan çeşidlərdir ki, burada da ölçülərində də yenə 15 manata baxın, belə ölçüsü də var. Bu da suludur. Belə 15 manata da olan versiyası var. Bu da fırlanır. Burada da fanarı var, budilniki var. Burada fərqli-fərqli rejimləri də var. 20 manata isə bir fərqli burada yenə var. Üzərində su, bu yəqin ki, həmən o buxar məsələsinə görədir. İşıqlarıdır. Burada yenə fərqli işıqlardır. Baxın, belə lampalardır. 22 manat. Böyüdür. Bunlar yəqin ki, ucuz olacaq. Bəzilərinin üstündə qiymət var, rahat şəkildə deyə bilirəm. Bəzilərində isə qiymət yoxdur. Fərqli elektronika məhsulları satmaq istəyənlər, yəni bu toptancı mağazasına gəlib yaxından tanış ola bilər məhsullarla. Burada da yenə elektrik nədir bu? Hava vuran desin. Yox, hə, şeydir. Elektrikli atverkada bir növ başlıqlardır. Fərqli-fərqli açıb bağlamaq üçün istifadə edə bilərsiniz. Daha sonra isə buradan da yenə başlayaraq sizlərlə göstərim. İlk olaraq fərqli elektrik əşyalarından göstərəcəm. Şablonlar isə onları zaten digər mağazalarda da çəkmişik. Onları da ikinci növbədə isə onları göstərəcəm. Bu aparat buxarlı təmizləyici aparatdır ki, bu da mənim çox xoşuma gəldi. Həm şəxsi evdə və yaxud da avtomobil təmizləyini sevənlər, hansı ki özləri həvəskardır avtomobil təmizləməkdən ötürü moyka aparatı alır, nə bilim digər kimyəvi təmizləmədə istifadə üçün məhlullar alır. Baxın, bunlar da onlar üçün bir əlavə bir çeşid olar ki, 55 manat pərakəndə satış qiymətidir. Bura suyu əlavə edirsiniz. Baxın, burada su tökmək üçün yeri var və su balonu var. Su rezervuarı var. Burada tökdünüz, qoşdunuz, buxar verir, başlıq latundur, paslanmır və buxarlı isti və təzyiqlə. Rahat şəkildə hansına ki əski şotka girir və təmizləmir. Onları bu buxar vasitəsilə buxarlı zaten kimyəvi təmizləmə yerlərində ki görürsünüz. Onların bir növ ev üçün, şəxsi istifadə üçün. Profesional yox, sadəcə yüngül mətbəxdə, evdə, hamamda, ayaq yolunda, visidə və s. kimi yerlərdə rahat şəkildə istifadə edə bilərsiniz. Başlıqlar da var, təmizləməkdə yenə evdə istifadə üçün və s. fərqli-fərqli başlıqlar var. Şotka var, biraz daha sərt başlıqla var, belə başlıqlar var. Yenə bunun belə bir ağızlığı da var, parça. Bunları da yenə yoxlayıb bilərsiniz. Belə əşyalara marağınız varsa mütləq şəkildə gəlib buradakı çeşidlərlə tanış olun. Fanların fərqli-fərqli çeşidləri var. Öncə qeyd etdiyimiz, baxın, 40 vatlıq belə sərinkeşli, ledli sərinkeş 22 manatdır. Həm ventilyator kimi fırlanır, həmçinin də işığı var. Burada da xırda fan çeşidlərini qutularla görürsünüz. Mağazadan girişdə ilə burada da gördüyünüz kimi fərqli dispenser, belə dispenser var. Belə yayda əsasən ən çox ehtiyac olur. Ofislərdə, şirkətlərdə, klinikalarda və s. 220 manat pərakəndə satış qiymətidir. Baxın, belə sərinkeşli var. Arxasına soyuq su ilə olan var. Buz atılan variantı var. Daha sonra burada masajör çeşidlərdir ki, fərqli-fərqli ölçülərdə və təyinatda. Baxın, əl üçün olan və baş üçün olan, kürək üçün olan, hansı ki tək olanda rahat
özünüzə kürəkləri, boyunları quruyur. Bunlardan rahat şəkildə tək özləri istifadə edə bilər. Demək, başlayır 20 manatdan. Bu əlimdə tutduğum model 20 manatdır. Daha sonra belə 28, 25, 28 manata belə model var. Bunlar biraz daha güclü modeldir. Bunlar da yenə arxa və hər birinin fərqli başlıqları var. Yenə də istəyənlər yerində gəlib baxa da bilər, yoxlaya da bilər, test eləyə də bilər. Qiymətlərində bir-bir öyrənə bilər. Bunlar səhv eləmirəmsə 40 ya 45 manat deyildi. Baxın belə baş üçün olan var. Bunların bir ara belə mexaniki trendə düşmüşdü, başı masaj eləyən. Baxın belə yaxından zəhmət olmasacaq. Belə titreşimli verir. Başa qoydunuz. Rahat şəkildə stresinizi azalda bilər. Ofislərdə iş sonu misal olaraq mühasiblər, kompüter arxasında əyləşənlər, hansı ki bütün günü zehni işlə məşğuldurlar, beyinləri yorulur. Bunlar da yəni 11 manat bu idi. 18 manata isə belə bir variantı var. Bunun fərqi odur ki, bunların hər birində titreşim var, hər birinin başlığında növbəli şəkildə belə titrəyir. Bu isə ümumi titreşimdir. Yenə siz də gəlib yoxlayıb test edib sizə ehtiyac olduğunu ala bilərsiniz. Dırnaq işi görənlər üçün baxın belə LED işıqlar var. Qiymət olaraq 65 manat. Fərqli ölçüdə var. Bir neçə ölçü. Bu daha kiçik ölçüdür, bu isə biraz daha böyük ölçüdür. 78 manata belə bir idarə oluna bilən, irəli geri çəkilə bilən belə bir variantı var. Yenə də gözəllik salonunu işləyənlər və yaxud da işlədənlər, ustalar, həm şəxsi istifadə üçün evdə bu işi görənlər, burada telefon yerdə var, telefonu da qoyub rahat şəkildə müştəriniz burada izləyə bilər, siz də orada işini görə bilərsiniz və yaxud da özünüz də baxa bilərsiniz. Bu vitrinimizdə isə gördüyünüz kimi hava nəmləndirici çeşidlərdir. Həm hava təravətləndirici, həm də nəmləndirici olaraq istifadə olunur. Fərqli çeşidləri var. Ölçüsünə görə, gücünə görə, həcminə görə fərqli çeşidlər var ki, belə 39 manatdan başlayır gördüyünüz kimi. Ölçüsünə görə fərqli qiymətlər var. 59, 68, 78 və həmən öncə də göstərdiyim fanın burada da, yəni burada bu vitrində də qeyd olmuşam. Bunları da yenə universal olaraq həm hava təravətləndirici olaraq, həmçinin də nəmləndirici olaraq istifadə edə bilirsiniz. Bunun topdan qiyməti 12 manata təklif olunur mağazalara. Buradan yenə suyuna əlavə edirsiniz. İstəsəz üzərinə ətir yağı və yaxud da efir yağı olsun, aroma yağlar ki var, təravə hava müxtəlif qoxularda, ətirlərdə. Onları da damızdırırsınız və buradan həm fan, həmçinin də təravətləndirici olaraq evinizdə və yaxud da ofisinizdə ola bilər, restoran ola bilər, fərqli məkanlarda bunu da istifadə edə bilərsiniz. Yəni bu daha büdcəli qiymətdir, 12-15 manata pərakəndə qiymətidir. Bunlar isə biraz daha yuxarı qiymətə olan çeşidlərdir ki, yenə də büdcənizə görə bunları da seçimini eləyə bilərsiniz. Burada bayaqları qeyd etdiyim podkast, media şirkətləri, nə bilim, digər şəxsi blogerlər, influencerlar hansı ki günümüzdə çox istifadə olunur bu kimi məhsullardan. Bunları da gördüyünüz kimi fərqli elə mənim özümə də maraqlı gəldi. Məndə də yox idi, elə fikrim var inşallah ki, görüm hansı yaxşıdır gücünə görə və bizim işimizə yarası. Bunlardan mən də birinin gələcəyini almağı planlayıram ki, burada gördüyünüz kimi bu hansı ki canlı yayımlar üçün və yaxud da nə bilim hər hansı bir əl işi göstərənlər, canlılar açanlar, video çəkiliş eləyənlər, böyük LED-lə olan çeşidləri var. Xırda diametrli LED-lə olan çeşidləri var. Baxın burada biraz daha xırda çeşidlə. Bunların da qiyməti yenə həmən bu LED lampanın ölçüsünə görə fərqlənir. Bir də daha böyük, baxın 140 manata pərakəndə qiyməti. 140 manata gördüyünüz işıqdır. Bu isə əlavə olaraq 35 manata ayağı satışdadır. Burada da yenə də fərqli belə əl LED-ləri var. Bunlar da çəkiliş eləyənlər, mütəmadi çəkiliş eləyənlər üçün çox işlərinə yarayır. Bunu açım, birini belə əldə. Baxın belə bu şəkildə əldə tutub köməkçiniz və s. kimi sizin çəkilişlərdə. Hazır toka taxılır, 220 ilə işləyir. Yenə də burada fərqli 3 rəngi var. Ağ, sarı. Bu istifadə mənə də lazımdır bundan əslində bir dənəsi. Belə çəkilişə zada gələn də görsən qaranlıq olur. Sarılı tatasan. Hə, belə. Ay, sağ ol. Və yüzü də
yəni yerə görə artıq o zaman inşallah. Hə, burada demək Kelvinin azaldıb artırmaq olur. Amma maraqlı söhbətlərdir. Baxın bu sarıdır. Kelvini qaldırdıqca keçir ağarır. Əladır. Baxın mağazanın işıqlarını söndürdük. Bunu test etməkdən ötürü. Mağazanın bütün işıqlarını söndürmüşük. Qiymət olaraq da digər markalarla müqayisədə daha uyğun qiymətədir. Ən çox məsələn Godox'dur, sonra bu fotoqrafların, videoqrafların istifadə elədiyi. Onlar mən bildiyim qədər düzdür, mən də qiymətlərlə çox maraqlanmamışam, amma kiçik ölçüləri elə 100-110 manat olur balaca Godox'un işıqları səhv eləmirəmsə. Bu kimi, yəni düzdür, keyfiyyət məsələsində bilmirəm fərq nə qədər var, amma bunlarla da yəni işinizi rahat şəkildə görə bilərsiniz. Və burada belə bir fərqli, bunu da yəni digər yerlərdə görməmişdim. Bunları da sizinlə də tanış eləyim. Tez bir vaxtda hər hansı bir paltarı, köynək ola bilər, şalvar ola bilər, qurutmaqdan ötürü belə bir istilik verir yuxarıdan və belə bir qabı var ki, zamokla açdınız. Burada asılmaq üçün yeri var. Yəni şalvardır, veşilkadır. Bunu yəni bu şəkildə keçirdiniz içərisinə, zamokunu bağlayırsınız. İsti hava ilə tez bir vaxtda paltarlarınızı quruda bilərsiniz. Ofislər ola bilər, restoranlar ola bilər, hansı ki üzəriniz tez bir su dəyərsə, batarsa və yaxud da yuyub qurutmaq lazımdırsa, baxın belə hazır qoyursunuz. Öz qabı var. Topdan qiyməti hal-hazırda endirimdədir. Bu topdan qiymətlə 19 manata təklif olunur ki, məncə qiymətinə görə əla bir məhsuldur ki, alıb ehtiyat üçün saxlaya bilərsiniz. Ofisinizdə, iş yerinizdə, şirkətdə, restoranlarda qeyd etdim, müştərinin üzərinə hər hansı bir tutaq ki, nəsə dağıldı, tez onu qurutmaq lazım olar. Bu şəkildə qoyub rahat şəkildə quruda bilərsiniz. 3 fərqli variantda olan çeşidi var. Hal-hazırda təqdim etdiyimiz model isə 19 manata sizlərə mağaza təklif eləyir. Daha sonra sağ tərəfdə burada gördüyünüz kimi üz maşınlarıdır bəylər üçün fərqli qiymətdə 10 manatdan başlayır. Baxın burada xırda çeşidləri 20 manata, 25 manata, 23 manata, 35 manata, 30 manata fərqli keyfiyyətdə güclü olan çeşidlər var. Burada da fen çeşidləridir. Fen çeşidlərinin digər tərəfdə də var. Onları da göstərəcəm. Bu isə şulkadır. Yəni paltar qurudanın elektrikli variantıdır ki, qış aylarında, yəni olmazsa olmaz evlərdə demək olar ən çox belə uşaqların paltarlarıdır və s. tez vaxtda qurutmaq lazım olur. Bunu da yenə sizin işinizə yaraya bilər. Yəni firma malıdır. Pərakəndə satış qiyməti 100-110 manata təklif olunur. Topdan qiyməti isə daha aşağı qiymətdir. Qış aylarında düz daha çox ehtiyac olur, amma yenə də siz alıb əgər ehtiyac olsa istifadə edə bilirsiniz. Salonlarda, bərbərxanalarda da onlar da yenə uyğun olar. Fen çeşidlərdə 12 manatdan başlayır sadələri, 16 manata gəlib buradan rahat şəkildə seçə bilərsiniz. Topdan qiymətlər də yenə fərqlidir. Burada isə stol üstü saatların dekorativ saat çeşidləri var, fərqli formalarda. Onlayn ən çox satış edənlər belə məhsullar üçün, onlar üçün də daha əlverişlidir. Yuxarıda simovar çeşidlərinin qutularıdadır, orada açıq variantı var, göstərəcəm. Həmən bu aromatizator çeşidləri də hal-hazırda ətir şirkətləri var ki, hansı ki bunlar da xidmət olaraq şirkətlərə bu xidməti verirlər, gəlib quraşdırırlar, ətirlə və s. özləri təmin eləyirlər. Siz də şəxsi olaraq da özünüz də alıb bunu eləyə bilərsiniz, daha uyğun qiymətə başa gəlsin deyə. Gördüyünüz kimi, baxın, 65 manatdan başlayır, kvadratına görə 50, 70, 70-75 və 100 kvadrat olaraq, yəni təravətləndə, ətirləndirmə gücünə görə bunlar dəyişir. Qiymət olaraq da 65, 75 və 90 manat. 100 kvadratlıq 90 manatdır ki, burada da yeni gələn çeşidlərdir ki, burada da sərgilənib rahat şəkildə gəlib özünüz də baxıb seçimini eləyə bilərsiniz. Mağaza əməkdaşlarından da məsləhət ala bilərsiniz bununla bağlı. Hazır bu istifadə olunur mağazanı təravətləndirmək üçün. Həmən açıq versiyada kiçik 50 kvadrata qədər, 70-75 kvadrat və 95-100 kvadrata qədər bəs edəcək gücdədir. Qiymət olaraq da 65, 75 və 90 manat olaraq qiyməti dəyişir. Və bunların aplikasiyası da var ki, Google Play-dən, App Store-dan və yaxud da yükləyirsiniz rahat şəkildə. Və burada bunların hansı həftəlik proqramlaşdırma daxil olsam bura.
Əsasın 24 saat, tutamız 24 saat. Başlanma və bitmə vaxtını seçirsiniz. Sonra ətrin sprey saniyəsini seçirsiniz ki, neçə saniyə püskürsün və neçə saniyədən bir püskürsün. İnterval qurursunuz. İntervalın periodu və hansı günlərdə, günlərə də Hətta həftəlik qurmaq olur da. həftənin 5 günün eləsin, 2 günün eləməsin. Hə, mümkündür, bəli. Həftəlik elə odur. Həm israfçılıq eləmir, yəni ətir tez qurtarmır, həm də ki belə effektiv şəkildə təravətləndirir. Proqram vasitəsilə də rahat şəkildə evdə olmasa belə, tutaq ki, evdən uzaqdan söndürüb yandırmaq məsələsi. Bluetooth-la. Evdə olduğunuz zaman eləyə bilərsiniz və burada da gördüyünüz kimi bunlar satılmır sizdən. Satışdadır bizdə. Satışda da var. Bəli. Ətirləri də, yağların da satışı var ki, yenə də burada fərqli qoxular var. Zövqünüzə uyğun 100 milli qablarda. Bunların da qiymətini deyə bilirsiniz. Ha, onların 100 millisi 25 manat. 100 millisi 25 manatdır. Neçə gün bəs edir? Gün yox, ay, 2 ay. 2 ay. Harca 2 aydan çox işlədirirsə, biz ona zətəf eləmişik bu dükan aslan günündə. Zətəf 2-3 ay var keçmişik. Hələ bitməyibdi yaxşısında. 2 ay, 2 ay yarım rahat şəkildə istifadə edə bilirsiniz. Yəqin ki, bu da asılıdır o period məsələsindən ki, daha tez-tez perioda qoyulur. Yəni standart istifadə olunsa 2 ay, 2 ay yarım gedir. Həmən bir flakon, 100 milli flakon. Yenə bu yəqin ki 50 kvadratlıq daha çox istifadə olunacaq, 100 kvadratlı da biraz daha az müddət gedəcək. Yenə də bu sizin istifadə ərazisinə görə, cihazın həcminə görə dəyişəcək. İndi isə keçək növbəti sizi çeşidlərlə də tanış edək. Mağazanın digər tərəfindən başlayaraq indi isə sizə məişətdə, evdə, mətbəxdə istifadə olunan çeşidlərlə göstərmək istəyirəm və onu da qeyd edim ki, burada Lumabella markasının xeyli sayda fərqli çeşidlər var ki, mağaza həmən Lumabella markasının rəsmi distributorudur ki, burada da yenə bunun topdan qiymətlə ölkə üzrə dağıtımını edirlər. Siz də yəni bu çeşidləri istəyirsinizsə, qiymət baxımından misal olaraq bir neçəsini göstərim sizə, daha uyğun qiymətə olan çeşidlərdir ki, regionlarda da rahat şəkildə bu məhsulları satışını həyata keçirə bilərsiniz ki, qiymət baxımından, büdcə baxımından əlverişli olduğuna görə. Baxın, toster çeşidlərdir, fərqli formalarda və ölçülərdə. Sonra burada bilinçik bişirən var, belə waffle xəmiri ilə bişirən var. Yuxarıda elektrikli fərqli kofe aparatı var, daha sonra kabablığı var. Burada mövsümüdür, nə bilim, restoranlarda, parklarda və s. kimi istifadə edilə fresh kokteyl aparatları. Bunu qiyməti, topdan qiyməti 19 manata təklif olunur ki, həm kofe morkası var, kofe üydəni var, həmçinin də belə kokteyl aparatıdır ki, yəni meyvələri töküb rahat şəkildə istifadə edə bilərsiniz. Dəniz kənarı məkanlarda yəni istifadə edə bilər, müştəriləri xidmətdən ötürü. Fərqli yəni gücünə görə olan çeşidlər var. Hansının üzərində qiyməti var, mən sizə deyəcəm. Daha professional, daha böyük həcmlə 2.5 litr həcmlədir. Qiyməti pərakəndə qiyməti 68 manatdır. Pərakəndə qiyməti topdan qiyməti daha aşağı. Sonra belə bir 2 litrliyi var 55 manata. Yəni həcminə görə, gücünə görə qiyməti dəyişir, fərqli. Siz də öz müştərilərinizə, müştəri kontingentinizə uyğun olan çeşidləri buradan sərgili alıb satışını həyata keçirə bilərsiniz. Daha sonra Evrolux markasında burada bəzi fərqli çeşidlər də var, yəni satışını. Bunlarda partnyorluq eləyirlər ki, bunlar məhsullarda buradan da alışını edə bilərsiniz. Fritozlardır, fərqli yenə də təkli, ikili olan çeşidləri var. Bunların adı nə deyirdilər buna? Free, nə bilim nə? Airfrey. Airfrey çeşidləri var, Lumabella markasının yenə də. İkili belə elektrikli, iki gözlü, 2000 wattlıq. Belə bu formada Lumabella'nın fərqli piroq, şirdiyat, baxın buzu üyüdən, bunlar da son vaxtlarda yəni kokteyllərdə və s. kimi istifadə edir, buzu üyüdüb istifadə edə bilərsiniz. Xəmir qarışdıranlardır, fərqli həcmlərdə. Kofe aparatlarıdır gördüyünüz kimi. Waffle aparatlarıdır. Ütü, əl ütüsü, buxar ütüsü və s. kimi çeşidlərdir. Burada da mikser çeşidləri var. Fərqli kabab, elektrikli kabab. Sonra tefallar, tefal dediyim, yəni elektrikli çaydanlar. Çubuq blenderləridir. Çubuq blenderlərin irəlidə digər çeşidlər də var. Ümumi olaraq göstərəcəm. Burada baxın, həmən fritozlardır ki, yenə də həm şəxsi istifadədə, həmçinin də biznes məqsədli alıb istifadə edə bilərsiniz. Blender çeşidlərinin fərqli. Burada yenə həcmdə olan 3 litrli, 2 litrli, vatına görə, həcminə görə
çeşidlər dəyişir. Sağ tərəfdə ütü çeşidlərdir. 30-a yaxın burada, 30-dan çox bəlkə ütü çeşidi var. Qiymət olaraq 99 manata bahalısı, ən bahalısı 145 manata burada da var. Sadə çeşidlər isə 38, 40 bu tərəfdən zəhmət olmasa götürək. 40 manatdan buradan başlayır. 38-40 manatdan başlayır. Pərakəndə satış qiyməti yenə markasına görə, gücünə görə qiyməti dəyişəcək ki, 100-140 manata qədər fərqli çeşidləri var. Büdcənizə uyğunu gəlib seçib alışını eləyə bilərsiniz. Bu tərəfdə isə qiymətə 23 manata, 25 manata burada olan çeşidlər var və burada da əldə buxar ütüləridir ki, yəni paltarda, nə bilim, pərdələrdə və s. kimi ütülənməsində ən çox istifadə olunur. Geyim dükanları da istifadə edir və s. Daha sonra keçək növbəti ət çəkən 145, 156, 138 rahat şəkildə gəlib vitrinlərdə hər birinin qiyməti var ki, özünüz markasına görə məsləhətləşə bilərsiniz, gücünə görə, çəkmə gücünə görə, çəkmə ətin kiloqramına görə və s. Həm şəxsi evlərdə, həmçinin də professional mətbəxlərdə, restoranlarda həmən təyinata uyğun çeşidlər var. 210 manata, 200 manata, 198 manata və s. Burada da bir fərqli çeşidlər var yenə. Gepas markası var, Bergamo markası. Burada da bir 20-dən çox ət çəkən çeşidi var. Qiymət başlayır yenə 140 manatdan, 138, 135 manatdan üz yuxarı 85 manata da var. Sokanenin baxın daha uyğun büdcəyə 59, 74 özünüz seçə bilərsiniz. Öncə göstərdiyimiz həmən kokteyl aparatlarıdır, çəkənlərdir, blenderlərdir. Şüşə kruşkası ilə. Fərqli qiymətlər var. Öncə sizə göstərdik. Aşağıda da daha sadə çeşidləri 25 manatdan başlayır. Sadə çeşidlər 38 manat. Üz yuxarı yenə də qiymət markasına görə, çeşidinə görə dəyişəcək. Burada da bir fərqli yenə də mətbəxdə istifadə olunan şirə çəkən aparatlardır. 70, 90, 98, 100, 180 manat fərqli qiymətlərdə olan çeşidləri var. Büdcənizə uyğun olanını gəlib rahat. Biz ümumi olaraq sizə göstəririk ki, təsəvvür oyansın. Təbii ki, almaq istəyən, topdan almaq istəyən, pərakəndə almaq istəyən hər dəfə vurğuluyuruq ki, mütləq şəkildə mağazaya gəlib özü çeşidlərlə baxın, tanış olun və mağaza əməkdaşları ilə məsləhətləşin. Təyinatına uyğun, yəni sizin ehtiyacınızı ödəyən çeşidi alın. Daha sonra burada elektrikli smavar çeşidləridir. Dəst çayniklə bir yerdə. Bunlar 175 manat, 155 manat, 4 litr yarımlıqdır. 4 litr yarımlıq 155 manat, 145 manata, 3 litr 200. Daha sonra belə Evrolüksun belə bir dəmir, çuğun, nerjli materialla olan çeşidi var. Bu tərəfdə xırda əl çaydanlarıdır. Elektrikli çaydanlardır. Baxın belə fərqli. Lumabella, yenə Supercrest markasının var. Ardesto və s. kimi fərqli markalar var. 38 manat, 58, 55, 50, 39 fərqli formalarda. Yəni şablon olmayan fərqli formalarda, materialda çeşidləri görürsünüz. Bunların bəzilərini var ki, içərisi neclə olur, neçə kodlu neclər var, neçə kodla. Burada da yenə fərqli çeşidlər var. 65, 75, 35. Bunlar da çox hamının gördüyü dizaynda olan çeşidlərdir. Blender çeşidləri fərqli həcmlərdə, ölçülərdə 50 manat, 55 manat. Bunlar pərakəndə satış qiymətləridir. 39, 35 manata, burada 25 manata, hətta 28 manata aşağı qiymətə olan çeşidlər də var. 18 manata burada doğrayıcı var. Bunlar nəticə 18 manatdır. Daha sonra burada kofe aparatlarını göstərək. Kofe aparatlarının da fərqli formaları var. Kofe sevənlər evdə özü dəmləyib. Baxın belə aparatları var. Cappuccino, latte və s. bacaranlar yenə də bunların buradan alıb eləyə bilər. Həmçinin elektrikli variantda olan özü hazırlayan çeşidlər də var. Kofe bişirəndir bu səhv eləmirəmsə. Bu da yəni elektrikləndir. Növbəti lunchboxlardır. Burada da nümunə var idi bayaqları. Fərqli yenə də ölçülərdə olan çeşidlər var. Elektriklə, tokla olan özünü hazır qızdırır. 33 manatdır bunun qiyməti səhv eləmirəmsə. Və həmçinin fərqli standart plastik olan çeşidlər də var. Daha sonra belə şəkərli pambıq dediyimiz aparat. Növbəti isə
Çubuq blenderlərdir, tosterlərdir. Toster çeşidlərində yenə ölçüsünə görə gördüyünüz kimi fərqli çeşidləri var. Sadə çeşidlər buradadır, xırda çeşidlər. Qiymət olaraq 28, 30, 35 fərqli qiyməti olan çeşidləri var və burada da waffle bişirən, sonra o skşonnulu qoz bişirən belə çeşidlər də var. 35 manata. Belə sac var elektrikli 28 manata. Belə waffle pirog bişirən 58 manata. Böyük ölçülü tosterlər isə 80, 94 və s. 85 manata. Belə daha böyük olan çeşidlər də var. Daha sonra burada da yenə nə var? Pompalar, elektrikli pompalar, 19 litrli sularda istifadə olunan 9 manata, 10 manata, 14 manata fərqli formalarda olan çeşidləri. Burada var ki 20 manata da daha böyük. Bunların artıq platforması da var. Stəkan qoya bilirsiniz. Birini açım, göstərim. Mənə də maraqlı gəldi. Baxın bu formada 20 litrli, 19 litrli sularda istifadə olunur. Belə hazır platforma var. Bu formada keçir. Stəkanda qoyub rahat şəkildə üzərində saxlayıb suyu və s. kimi süzüb istifadə edə bilirsiniz. Daha sonra isə burada yun, tiftik aparatları. Fərqli ölçülərdə yenə Lumobilla firmasının var, digər VGR firmasının olan çeşidləri var. Üzərində qiyməti qeyd olmuyor. Bunlar da yəqin ki 10 manatdan başlayanlar qiymətlər olacaq. Burada da yenə blender, çubuq blenderlərin fərqli çeşidləri var. Aşağıda bir fərqli çeşidləri var. Çubuq blenderlərin bəlkə bir 50-dən çox çeşidi var mağazada. Burada da masaj aparatlarının bir fərqli çeşidləridir yenə. Baxın belə baş masajı olan, baş üçün, göz üçün olan çeşidlər var. 65 manata, 75 manata. Yenə də stresli işdə çalışanlar bu kimi aparatlardan, masaj aparatlardan alıb rahat şəkildə istifadə edib özlərini rahatlata bilərlər. Yuxarıda baxın, fərqli üzərində şəkilləri var. 42 manata bel üçün belə vibrasiyalı, belə bu formada selülit üçün əl masajorlarıdır. Fərqli masajor çeşidləri var. Baxın belə xırda başlıqlar 3-4 başlıqla kiçik çantada və s. da atıb səyahətdə filanda da özünüzdən götürə bilirsiniz. Burada da yenə öncə qeyd etdiyim bəzi salon məhsulları ki var. Fenlərdir, fenli daraqlardır, fərqli ütülərdir, saç ütüləridir. Baxın burada fərqli çeşidləri var. Qiymət olaraq da hər birinin üzərində qiymətlər qeyd olunub. 35, 40, 175 daha böyük çeşid dəsti. Bunlar daha sadə çeşidlərdir. 38 manata belə pərakəndə qiymətləri ilə. Burada bu stendimiz sırf ancaq saç üçün olan çeşidlərdir. Aşağıda tərəzi çeşidləridir. Burada kofe üyüdənlərdir. 38 manat, 28 manat, 35 manat. Bu qədər dostlar, ümid edirəm ki, bütün çeşidləri qısa vaxtda göstərə bildik. Bu saç çeşidinə göstərək. Arçelikin baxın belə saç. Həyət evlərində, bağlarda, yay mövsümüdür. Yəni sevənlər onlar alıb rahat şəkildə orada istifadə edə bilər. Mağazada onlarla, yüzlərlə fərqli çeşidlərdə məişət texnikasına aid olsun, evdə istifadə olunan digər elektrikli əşya çeşidləri var, məhsullar var. Həm şəxsi istifadə üçün masaj aparatları, sərinkeşlər və s. Həmçinin də digər ev işlərində sizə kömək edəcək, ev işlərinizi daha tez görməyə, belə deyim, kömək edəcək çeşidlər var ki, yenə də mağazaya gəlib öz ehtiyacınıza uyğun olan modelləri, markaları, firmaları seçib büdcənizə uyğun qiymətlərinin alışını eləyə bilərsiniz. Həm topdan, həm pərakəndə satış var, mağazalar, onlayn satış edənlər, bu işə başlamaq istəyənlər. Həmişə bu məhsullar satılan kateqoriyalardandır. Yəni bu sahədə mağaza açmaq istəyənlər, mən də tövsiyə edərdim ki, daimi olaraq satılan məhsullardır və yenilənən hər il elektrik məhsullar, yeni nəsə elektrikli əşya çıxır, nəsə bir məhsul çıxır. Bu da yəni mütəmmədi olaraq yenilənən çeşidlərdir ki, siz tərəfindən də alışını edib satışını həyata keçirə bilərsiniz. Bu qədər dostlar, kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Ətrafınızda bu çeşid məhsullar satan varsa da və yaxud da hər hansı bir biznesi qurmaq istəyən varsa da bu videonu həmin şəxslərlə göndərin ki, onlar da tanış olsunlar.
Ola bilər ki, bu video bizim videomuzda onlara bu seçimdə kömək etmiş olar. Kanala abunə olmağı, video bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.